Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Yanvar ayının 26-sı 2026-cı ildə qızılın 800 dollara eniş təhlükəsi gözlənilir və bu haqda məlumat verir. Bilirsiniz ki, keçən həftə biz qızılın 500 dollara qalxış haqqında məlumat verdik. Bu artıq tamamlamaq üzrədir. 5111-ləri keçir və deyək ki, az qalıb 500 dollar tamamlanmasına. Yəni enişlər 800 dollar bir eniş təhlükəsi var. Bu da ilk öncə 5350-lər, 5407-lərdən sonra bu haqda fikirləşər və ondan qabaq da təhlükələr gələ bilər. Səhər saatlarında bu enmə təhlükəsi. Səhər saatlarında biz Telegram siqnal kanalında artıq 5066-lardan satış əməliyyatlarını verdik, gəlirlə nəticələndi. 5086-lardan alış əməliyyatları verdik, o da gəlirlə nəticələndi. Yəni bugün satışlar 2-3 saatdan sonra yerli saatdan saat deyək ki 11-dən, 1-dən, 2-dən sonra satış əməliyyatları, əsasən satış əməliyyatları 4-dən sonra gələcək. Bitcoin-ə gəldikdə isə dünən biz bazar günündə Bitcoin-da 86.500-lərdən alış əməliyyatları verdik, artıq 88-lərdir, hədəflər 88-300-lər, 89-90-lardır, satışlar isə 87-lərdəndir. Neftə gəldikdə isə neft, çox üzrəm, Ethereum-ə gəldikdə isə hədəf 2930, 2945-lər, satışlar isə 2864-lərdəndir. Və neftə gəldikdə isə neft artıq 66-25-lər oldu, müqavimət xətti 66-40-lardır, bundan yuxarı formalaşsa 70-ə qədər yüksələcək. Alışlar 66-15-lər, satışlar isə 65-40-lardır. Funtun dollara rəqabətini demişdik, mart ayına qədər qalxacaq, hələ qalxır və 1.36-800-lərdən alışlar, 1.36-380-lərdə isə satışlardır. Euro dolar, funt dolar, euro dolar gəldikdə isə 1.18-850-lərdən alışlar, 1.18